Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə MS Word 2019 mətn prosesorunu daha rahat, daha belə deyək, asan bir necə öyrənmək olar, onu izah edəcəm. Çünki son zamanlarda həddindən artıq çox suallar gəlir ki, müəllim, ofis proqramlarına başlamışıq, hətta Word-ü keçmişik və öyrənməkdə çətinlik çəkirik. Necə etməliyik ki, daha rahat öyrənək? Əslində mən öz praktikamdan deyəcəm ki, proqramları, yəni əsasən Word və PowerPoint aid edir ki, çünki bunlarda əsasən daha çox məlumat var. Bunları öyrənmək üçün kitablardan istifadə edə bilərsiniz əlbəttə ki. Demək olar ki, əksər kitablar da eyni şeyi yazır. Çünki zaten proqram bir dənədirsə, hamısı bir-birindən bənzər və ya eyni olacaq. Sadəcə öyrənmə hissəsi bir balaca bizim yaralı yerimizdir. Çoxlu sayda məlumatlar var. Elə bizim kitabdan, Magistrol Tədris Mərkəzinin kitabından baxsaq, MS Word 2019 mətn prosesi 60-cı səhifədə başlayır və ən qısa şəkildə verənlərdən biri bizi mümkün olduğu qədər qısaltmışıq və gördüyünüz kimi 78, yəni 18 səhifəlik burada məlumat var. Əlbəttə bunları əzbərləmək qeyri-mümkündür və yaxud da əzbərləyənlər çox uzun müddət və davamlı formada kitabdan oxuyur. Mən isə və bu əlbəttə ki, yaddan çıxan bir şeydir. Mən sizə daha yaxşı bir yol təklif edirəm. Word proqramını ən yaxşı öyrənməyin yolu praktika edərək öyrənməkdir. Nəlim praktika necə eləyək? Əlbəttə ki, kompüter üzərində işləməklə. Və mən indi bu videoda sizlərə bəzi qruplar üzərində necə praktiki olaraq öyrətmək lazımdır, öyrənmək lazımdır, onlar deyəcəm sizə. Ümumiyyətlə kitabdan oxumağınızı əlbəttə ki, tövsiyə edərdim, amma kitabdan bunu oxuyanda sanki bir bədii əsər oxumuş kimi oxumayın. Hər hansısa bir hissəsini oxuyandan sonra mütləq o hissəni praktika edin. Tutaq ki, əvvəldə biraz məlumat vermişik Word barəsində. Bu hissələri oxudunuz. Sonra bölmə başlıqları nələrdir? Bunları oxudunuz və gəldiniz əsas məsələlərdən birinə. Bax buradan başlayaraq artıq biz praktika etməliyik. Məsələn, ilk olaraq bizə bu hissədə nə deyir? Word proqramını işə salmaq üçün bir neçə üsul mövcuddur. Bu üsullarla tanış olaq. Yəni siz bunu oxuyandan sonra növbəti hissəyə keçin, oxuyun və bunu praktiki olaraq tətbiq eləyin. Burada nə qeyd eləyir? Start menüsuna, Start ekran düyməsində və yaxud Ctrl Escape bir dəfə vurduqda açılan Windows-un əsas menüsündən proqramlar siyahısından Word proqramını tapırıq və Word proqram pəncərəsi gəlir. Və bunu deyir. Start menüsü bu hissədədir. Tapırıq buradan Word proqramını aşağı hissələrdən. Sizdə də burada olacaq. Word proqramını tapırıq və ona daxil oluruq. Bax gördüyünüz praktika budur. Və bu formada öyrənsəniz, inanın ki, yadınızdan çıxmayacaq. Bir dəfə, iki dəfə praktika eləyəndən sonra heç cür yadınızdan çıxan deyil. Həm də siz zaten bunları öyrənməlisiniz də. Əksəriyyətiniz 4-cü kurs olduğunuz üçün onsuz da siz bunu ya bilməliydiniz əvvəlcədən, ya da öyrənməlisiniz ki, gələcək iş həyatınızda Word proqramı mütləq sizlərə lazım olacaq. Çünki bütün sənədlər demək olar ki, Word proqramında hazırlanır. Və biz buradan boş bir siyahı yarada bilərik. Daha sonra əgər siz heç bir məlumatınız yoxdursa, yenidən qayıdırsınız, nəzər hissəni oxuyursunuz və burada da digər açılma yollarını deyir əlbəttə ki, bu B və C artıq sizlikdir. Bunları da mütləq yoxlayırsınız. Və bundan sonra pəncərə ilə tanışlıq mərhələsidir. Ola bilər ki, bəli, siz Word proqramının pəncərəsi barəsində heç bir məlumatınız olmayan. Burada biz gördüyünüz kimi çərçivələrlə vermişik. Məsələn, başlayaq bir nömrədən. Bir nömrədə hazırda nəyi görürük biz? MS Word 2019 yazılıb, düzmü? Bu nə deməkdir? Bu sənədin adıdır. Bu da Word-də proqramın adıdır. Zaten bir nömrəni də aşağıdan qeyd eləmişik. Title bar, başlıq sətri. Demək, siz artıq kitabınızın qarşısından yaza bilərsiniz. Başlıq sətrində nə görsənir? Sənədin adı və proqramın adı görsənir. Bu başlıq sətridir. 2 nömrəli hissədə, yenə deyirəm, burada düymələr yerləşir. Bu bölmənin adını bilmirsinizsə, oxuyursunuz buradan. Sürətli və ya cəld müraciətlər paneli. Tez-tez istifadə etdiyimiz əməliyyatları bu hissəyə bərkidə bilərsiniz. Və qayıdırıq indi Word proqramına. Görürsüz, həmin hissə məndə daha çox elementə sahibdir. Mən daha çox element bərkitmişəm bura. Buradan elementləri ləğv edib və ya əlavə etməyin yolu quş işarəsini qaldırıb və yaxud da quş işarəsi qoymaqdır. Məsələn, mən burada touch mouse mod istəmirəm, belə bir rejim istəmirəm. Bunu qaldırdım, gördüyünüz kimi bir işarə getdi. Və ya draw table istəmirəm, onda bu qələm işarəsi olan, yəni cədvəl çəkmə işarəsi gedəcək. Gördüyünüz kimi cəld müraciətlər panelində bax bura oldu. Növbəti hissəyə baxaq. Məsələn, 3 nömrədə. Bu nədir? Bu pəncərəni idarə edən düymələrdir. Bax, burada da qeyd eləmişik 3 nömrədə. Minimize, restore down, maximize. Bunların da hər birinin buradan tərcüməsi qeyd olunub. Pəncərəni bükür. Buradakı maximize düyməsi ekran boyunca açır və ya bərpa edir. Bu da Word-dən çıxır. Yəni Word proqramını bağlayır. Üzərində göstərim. Yığmaq demək nə deməkdir burada? Biz əgər bu düyməyə vursaq, proqram bağlanmayacaq. Sadəcə
tapşırıqlar panelinə, yəni aşağı hissəyə yığılmış olacaq. Və yaxud da pəncərənin ölçüsünü gördüyünüz kimi kiçiltdik. Tək kvadrat olanda bu maksimize adlanır və tam ekran boyunca açmaq üçündür. Bu da yəqin ki, artıq bunu hamı bilir. Bunun üzərinə vursaq proqramı bağlamış oluruq, yəni proqramdan çıxış eləmiş oluruq. Gördüyünüz kimi bu formada praktik eləyərək çox yaxşı bir yadda qalma olacaq. Əmin olun ki, bu belədir. Yəni özüm də vaxtı ikən tələbə olarkən bu yoldan istifadə etmişəm. Ribbon. Ribbon nədir? 4 nömrəyə baxın. Uzun bir bu hissədə düzbucaqlı çəkmişik. Sol tərəfdən sağ tərəfə doğru uzanan. Bu lentadır. Lenta üzərində nələr var? Baxın, ən əsas məsələləri indi toxunuram. 5, 6 yazılıb və bir də burada qeyd edib home bu hissələri. Baxın, lenta üzərində, yəni buradakı bu qara düzbucaqlı üzərində qruplar, daha doğrusu ən böyüyü tablar, tablar üzərində qruplar, qruplar üzərində əmrlər var. Tablar nələrdir? Faildən başlayaraq bu fail, hətta qırmızı rəng edeyim daha yaxşı seçə bilək. Biraz da qələmi artıra bilərəm qalınlığın. Və bu hissədə yazılan fail, home, insert, görürsüz də ardıcıl yazılıb. Bunlar tab adlanır. Hər bir tab özündə qrup saxlayır. Məsələn, hazırda home tabındayıq, ona görə ağ rəngdə verib. Qrup nədir? Clipboard qrupudur. Burada nə yazılıb? Font qrupu yazılıb. Burada nə yazılıb? Paragraf qrupu. Bunlar hər biri home tabının qruplarıdır. Oldu mu? Və qruplar üzərində də əmrlər var. Əmrlər də var. Burada görsənəndir. Bu 6 nömrəli məsələn bir əmrdir. Burada AA. Məsələn bu bir əmrdir. Şrifti böyüdüb kiçildən əmr. Şriftin tündləşdirmə, qaraldan və ya kursiv və ya altından xətt çəkən əmrlər. Hər biri bu əmrdir. Pəncərə ilə ümumi tanış oldunuz. Əlbəttə ki, 7 nömrəlidə xəttkeşlərdir, 8 nömrəlidə scroll, yəni sürüşdürmə çubuqlarıdır. Eninə və yaxud da yuxarı aşağı sürüşdürən zaman biz bundan istifadə edə bilirik. 10 nömrədə isə işçi sahəsidir. Artıq burada biz öz mətnimizi yazmış oluruq. 9 nömrədə isə yazılıb burada page 1 of 2. Bu nə deməkdir? Hazırda 2 səhifəlik sənədin birinci səhifəsindəyik biz. Yəni bu kursorun dayandığı səhifəni, cari səhifəni, bu isə bütöv sənəddəki səhifələrin sayını göstərir. Formada tanış oldunuz. Deməli bir də xatırladırıq. Nədir bu hissə? Qırmızıya aldıqlarım əsaslı bizim üçün. Tablar yuxarı hissədəkilərdir. Qruplar aşağıdakılardır və bir-birindən nazik düz xəttlə ayrılır. Qruplar üzərində də əmrlər vardır. Bu formada öyrəndiniz. İnanmıram ki, bundan sonra sizin yadınızdan çıxar. Və hazırda sadəcə videodan təxminən 4-5 dəqiqə keçib. İndi məndə görsənmir videonun həcmi. Bunu öyrənəndən sonra gəldiniz indi tablara. Çünki Word proqramını biz öyrənərkən əsas məsələ burada nədir? Tablar üzərində olan qruplar üzərində olan əmrləri öyrənmək. Ən birinci tabımız fail tabıdır. Bunu əksəriyyət bildiyi üçün və tələbələrə biraz da maraqlı olsun deyə mən fail menüsündən, fail tabından yox, home tabından başlayıb iki qrup üzərində sizə əməliyyatları göstərəcəm ki, baxın, məlumatları necə praktiki formada öyrənə bilərsiniz. Əlbəttə, dedikcə, yəni praktik elədikcə yazmağınız da tövsiyə olunandır ki, yadınızdan iki tərəfli çıxmasın, yəni iki tərəfli yadınızda qalsın. Və yaxud da yazmaya da bilərsiniz, tez-tez praktik eləyə bilərsiniz. Amma yenə deyirəm, tövsiyə edirəm ki, qələmlə üzdə, telefona yox, qələmlə hər hansısa bir qeyd dəftərinə bu dediklərimi və ya özünüzün praktik etdiklərinizi yazasınız. Home tabından biz qeyd elədik, danışdıq ki, bu home tabıdır. Home tabının üzərində clipboard, mübadilə buferi qrupu, yeri gəlmişkən bunu Azərbaycanca və ingilis dilində hər ikisində öyrənməyiniz məsləhət olunandır ki, biri yaddan çıxanda biri yadda qalsın. Clipboard mübadilə buferi qrupudur. Mübadilə buferi qrupunda nələr var? Paste yapışdırmaqdır, cut copy, cut kəsmək, copy köçürmək, format painter nümunəyə görə formatdır. Bu əmrləri sadəcə ad olaraq yox, həm də praktiki olaraq yadda saxlayın ki, bunlar necə istifadə olunur. Məsələn, mən buradan birinci qeyd edirəm. Paste bizim dilimizə yapışdırmaq kimi tərcümə olunur. Nəyə yapışdırmaq olar? Mübadilə buferində olan fraqmentləri. Müəllim, mübadilə buferi nədir? Baxın, biz sənəddən işləyərkən bir sözdən dəfələrlə istifadə edirik və ya bir sözü bu hissədən başqa bir hissəyə köçürürük. Bəzən də sözü kəsirik, başqa bir hissəyə yapışdırırıq. Tutaq ki, yazıram, mən informatika və məntiq fənlərindən dərs keçirəm. Tutaq ki, belə bir cümlə yazdım, düzdürmü? Mən istəyirəm bu cümləni təkrarlayım. O zaman nə edəcəm? Seçirəm bax bu cümləni, mouse'un sol düyməsi ilə sıxdım, saxladım, seçdim. Fikir verirsiniz, indi katla kopya aktiv vəziyyətə gəldi. Kopya vurdum, bu mübadilə buferinə getdi. Yer gəlmişkən mübadilə buferində saxlanan elementləri də buradan görə bilərsiniz. Fikir verirsiniz, bu hissədə var. İndi mən nə edəcəm? Paste əmrinin vasitəsilə ikinci dəfə bunu təkrarlayacağam. Yeni abzasa keçdim, paste vurdum, gördüyünüz kimi təkrarladım. Nə qədər paste vursam, bir o qədər təkrarlamış olacağam və bunun limiti yoxdur. İstədiyiniz qədər yapışdıra bilərsiniz. Bəs müəllim, buradakı cut əməliyyatı nəyə gördü? Bu kəsirdir və mübadilə buferinə göndərilir. Kəsmək budur. Bir şey kəsib elə bir başqa yerə tikmək kimi düşünün bunu. Burada 4 dənədir, düzdürmü? Mən bunun üçün silə bilərəm bu formada. Backspace düyməsinə vursam silindi. Amma bir də bunu belə eləyə bilərəm.
Bunu kəsirəm, üçün bir yerdə kəsdim. Bu mübadilə buferinə düşdü üçü bir yerdə. Yəni indi mən bu kəsdiyimi yenidən əlavə edə bilərəm. Görürsüz, hər dəfə 3 əlavə eləyəcəm artıq. Sonuncu dəfə çünki kəsdiyim 3 dənə cümlə idi. Deməli, köçürmək nə oldu? Bir şeyi, olan bir şeyi başqa bir yerə, öz yerində qalmaq şərti ilə başqa bir yerə köçürdük. 2 dəfə görürsüz yazıldı. Kat nə oldu? Yəni elə kat sözünün özünü yazıram. Kat o deməkdir ki, kəsirsən, başqa bir yerə yapışdırırsan. Məsələn, növbəti bu yerə yapışdırırıq. Paste edirik, yapışdı. Bu da belə. Paste ilə katı da bildik. Kombinasiyalarını da qeyd edirəm. Paste, Ctrl, klaviaturadan düymələr kombinasiyası Ctrl üstə gəlir V. Cut isə Ctrl deməli X, cut Ctrl deməli üstə gəl X və copy də Ctrl C. Məncə bunu hamı bilir zaten. Ctrl üstə gəl C. Bunlar oldu düymələr kombinasiyası. Yaddan çıxmaz. İndi gəldik növbəti hissəyə. Bir də burada format painterdən danışmaq istəyirəm. Əslində mübadilə buferi haqqında da geniş danışmaq olar. Canlı yayımlarımız və video dərslərimiz yenə çox olacaq. Mümkün olduğu qədər bunları geniş-geniş danışacağam. Uzun müddət sonra ilk dəfə video çəkdiyim üçün, uzun müddət deyəndə 3 ay falan da hardasa video yerləşdirmirəm kanala. Odur ki, əvvəl, yəni ilk olaraq bu videonu çox uzun eləmək istəmirəm. Ona görə mübadilə buferi barəsində çox danışmayacağam, yəni açılan pəncərə barəsində. Format painter barəsində danışım. Məsələn, biz bunu seçdik, şriftin böyütdük, tündləşdirdik, qırmızı elədik. Gördüyünüz kimi formatını dəyişdirdik. Format bunun dırnaq içində deyək dizaynidir. Mən istəyirəm ki, bunun formatı digər sözlərə də köçsün, digər söz birləşməsi və ya cümlələrə də. Onda bunun formatı hər hansısa bir, yəni bu qırmızı olan hissədə qoydum kursoru. Format painter düyməsinə vurdum, süpürgə işarəsini alır mouse gördüyünüz kimi. Hansı sözə və ya cümləyə istəyirsinizsə, o sözü seçirsiniz bu formada seçdim. Mouse'un sol düyməsi basılı halda. Seçdik. Ondan sonra əlimizi buraxırıq. Gördüyünüz kimi format köçürüldü. Yuxarıdakı qırmızı böyüdülmüş tünd rəngli olan gəldi aşağı hissəyə köçdü. Yəni bir də deyirəm, hər hansısa bir formatı köçürülən mətn üzərinə gəlirsiniz. Formatı köçürülən mətn üzərində mouse'un sol düyməsi ilə format painteri seçib, formatı köçürülənin üzərinə gəlirsiniz və onu seçirsiniz. Bu qədər. Gördüyünüz kimi format dəyişmiş oldu. Deməli, mübadilə buferi qrupunda 4 dənə element oldu. Bir növbəti qrup hər birimizin ən çox istifadə etdiyi qruplardan biri font. Azərbaycan dilində buna şriftlər qrupu deyirlər. Şriftlər gördüyünüz hazırda simvollardır və biz bu simvolların ölçüsünü böyüdüb kiçiltmək üçün, həmçinin də simvolları tünd, kursiv, yəni əyri, altından xətt çəkmək üçün, simvolları indeksdə, yəni aşağı belə deyək hissədə, yuxarıda, yuxarı indeksdə yazmaq üçün font qrupundan istifadə edirik. Bir-bir əməliyyatları göstərim. Siz də bunu mütləq evdə praktik eləyirsiniz. Birinci yazılan şriftin tipidir. Əsasən Times New Romandan istifadə edilir rəsmi sənədlərdə, amma digər biz deməli istifadə edə bilərik şriftlərdən. Təbii ki, burada Azərbaycan dilini dəstəkləyən, yəni ə və q hərfləri və ü hərfləri, həm də ş hərflərinin belə deyək, ödənə biləcəyi, yəni keçə biləcəyi ş hərflərini dəstəkləyən bir şrift seçsəniz daha yaxşı olar. Times New Roman bu barədə ən yaxşı olan dilə. Və biz şriftin tipini buradan, şriftin ölçüsünü bu hissədən böyüdüb kiçildə bilərik. Həmçinin bizə buradan təklif olunan şrift ölçüləri var. Bunlardan da istifadə edə bilərik. Əgər bunlar sizi qane eləmirsə, yenə deyirəm, buradan şriftin ölçüsünü daha da artıra bilərsiniz. Yeri gəlmişkən, Word proqramında şrift ölçüsü maksimum 1638 ola bilər əllə daxil etdikdə. Deməyin, ay müəllim, burada niyə 72-dir? Əllə biz bura 1638 yaza bilərik. İndi mən 1638 yazmayacağam, çünki proqram donur elə olanda. Məndə də kompüter bir o qədər güclü deyil. Deməli 1639 yazıram bura və enter düyməsini vururam. Gəlin belə eləyək. 1639. Enter düyməsini vuran kimi nə yazıldı? Deyir ki, yazılan ədəd, yəni şriftin ölçüsü minimum 1, maksimum 1638 ola bilər. Gördüyünüz kimi əllə daxil eləyəndə. Amma özünün mənə təklif etdikləri minimum 8, maksimum 72-dir. Bundan əlavə, burada registri dəyiş adlanan bir düymə var bu tərəfdə. Şrift ölçüsünü bildik. Registri dəyiş nə deməkdir? Baxın, hazırda mənim yazdığım cümlədə mən informatika və məntiq fənlərindən dərs keçirəm. Gördüyünüz kimi bu tam bir cümlə formasıdır. Yəni sentence case cümlədə necə olur? Hər nöqtədən sonra birinci hərf böyüklə başlayır, sonra da digər sözlər kiçik ilə yazılır. Təbii ki, xüsusi isimlər yox. Lowercase hamısını balaca hərf eləyir. Gördüyünüz kimi hamısı balaca hərf kimi yazıldı. Növbəti hissədə gəlsək biz uppercase hamısını baş hərf formasında yazır. Gördüyünüz kimi dəyişdi. Capitalize its word. Hər sözün ilk hərfini böyük yazır. Nə oldu? Hər sözün ilk hərfini böyük yazmış oluruq. Bu formada gördüyünüz kimi mən, m, informatikada i, v də v bunlar böyük yazıldı.
Toggle case isə balacalara böyük, böyükləri balaca yazır. Bir də bizdə hansılar böyükdürsə, indi onları balaca, balacaları böyük görəcəyik. Bax bu formada böyükləri balaca, balacanı böyük eləyir. Bir növbəti düymə pozan düyməsi. Bu simvolu silmir. Bu yadınızda saxlayın ki, simvol üzərində olan dizaynı, yəni formatlamanı silir. Mən seçdim bunu, formatı silirəm. Ay müəllim, bəs bunun formatını, yəni qırmızılığın, şriftin ölçüsün və biz qalınlığını silsək necə olacaq? Ən birinci forma hansıdırsa ona dönür. Ən birinci formada standart halda Calibri body 11-dir və sadə regular forma. Gördünüz? Bax bu hissəyə qayıtdı. Calibri body 11. Nə tünd deyil, nə rəngi dəyişməyib, nə də şrift ölçüsü 14 deyil. Ən birinci deməli olan versiyası 11-ə qayıtdı. Bundan əlavə, indi biz Ctrl Z eləyib geri qaytaraq. Bundan əlavə, burada bold var. Yəni tündləşdirməyi seçdim bu hissəni. Ctrl B və yaxud buradakı düymənin üzərinə vurdum, tünd oldu gördüyünüz kimi. Kursiv, yəni əyri formada yazır. İtalikdə deyirik biz buna və ya kursiv forma. Altından xətt çəkmək üçün underline əmri var, kontrolu. Altından xətt çəkməyində xəttin də fərqli formalar var gördüyünüz kimi və fərqli rəngləri buradan qeyd edə bilərik biz. Burada ABC yazılıb üzərindən xətt çəkib. Bu artıq sözün seçdiyiniz fraqmentin üzərindən xətt çəkir. Digərləri isə qüvvət və indeks, aşağı indeks ifadə edir. Məsələn, biz əgər yazmaq istəyiriksə 16-lıq say sistemində FA yazıram bura böyük hərflərlə. Bu indeks düyməsinə, subscript düyməsinə vururam, 16 yazıram və yenidən onu deaktiv edirəm. Digər mətni də yazmağa başlayıram. Bir də var ki, 2-nin üstü 24 yazmaq. Onda bu qüvvət, yəni yuxarı indeksi işarə edirəm. 2-nin üstü 24 yazıb deaktiv edirəm indi və yenidən işimə davam edirəm. Buradakı isə şriftləri daha bəzəkli, dekorativ formada yazmaqdır. İndi mən bunu seçdim və buradan hər hansısa bir rəngi seçirəm. Gördüyünüz kimi seçdiyim bir fraqmentin rəngini, kölgə effekti və digər effektləri verə bilərik. Bu nədir? Bu markeri kitabları oxuyarkən biz önəmli yerləri markerlə qeyd edirik axı. Sənədi də oxuyarkən müəyyən vacib yerləri qeyd edə bilərik fərqli rəngdə olan markerlərlə. Bax, bu hissəni seçdik və markerlədik. Bu isə şriftin öz rəngi deməkdir. Yəni bu qara rəngdə şrift axı. Mən bunu seçirəm və istəyirəm şriftin rəngi göy rəngi olsun. Gördüyünüz kimi şriftin öz rəngi dəyişdi. Və font qrupundan da bu qədər. Yəni gördüyünüz kimi mübadilə bu font qrupunu biz bu formada öyrənmiş olduq və tövsiyə edirəm ki, sizə bu formada mütəmadi praktik eləyəsiniz. Əmin olun ki, sizin yadınızdan heç vaxt çıxmayacaq. Həmçinin də bundan əlavə, bunu əslində videonun əvvəlində demədim, eybi yox. Bundan əlavə siz çoxlu sayda test işləməlisiniz. Test işləmək üçün də nə edə bilərsiniz? Kurs kitablarından işləyə bilərsiniz. Sırf Word-a aid mənim də yığdığım burada 168 160 suallıq deməli PDF var ki, burada da sırf Word, ancaq Word proqramına aid olan hər şey var və xüsusilə mən bu hissədə nələrə önəm vermişəm. Tablardan görüntüləri, yəni skrin eləyib sual kimi tərtib eləmişəm ki, görüntü olaraq da tələbələrin göz yaddaşına yazılsın. Çünki həqiqətən də göz yaddaşı məncə bir çox, yəni eşitmə yaddaşından və yaxud da ki, dinləmə yaddaşından bəlkə də daha önəmlidir bizim üçün. Hətta bəzən yazma yaddaşından da daha güclüdür. Ona görə mütləq bu formada da testlər işləyin ki, möhkəmlənəsiniz. Çünki qəbul imtahanına 4 dənə sual Word proqramından düşür. Hələ ki bu qədər. Bir növbəti videoda da çalışacağam sizlər üçün Word və digər proqramlara aid əsas dəyərli və sizlərə lazım olan məlumatları verim. Sizlər də öz şərhinizi yazmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.